Sabahınız xeyir olsun. Sabaha Elnarə Real Televiziyasının efirində şənbə səhəri işini davam etdirir. Hamınıza gözəl həftə sonu arzu edirəm. Qoy gününüz uğurlu, ruzulu, bərəkətli açılsın. İlk öncə xəbərləri nəzərinizə çatdırım, sonra vacib bir mövzunun müzakirəsinə keçəcəyik. Bugün Qubadlı şəhəri günüdür. Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 25-də Azərbaycan ordusu Qubadlı şəhərini işğalçılardan azad edərək həmin ərazilərdə üç rəngli bayrağımızı dalğalandırıb. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş 5000-dən çox hərbiçi Qubadlının azad olunmasına görə medalı ilə təltif ediliblər. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə, yəni 61 nəfər, Daşbulaq kəndinə isə 8 ailə, yəni 24 nəfər köçürülüb. İşğaldan azad edilən ərazilərdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri yeni turizm istiqamətlərinin formalaşmasına şərait yaradıb. Artıq bölgədə yeni ictimai yaşayış obyektləri, otel və restoranlar fəaliyyətə başlayıb ki, bu da turistlərin cəlb olunmasına müsbət təsir göstərir. Son aylar bölgəyə həm yerli, həm də xarici turistlərin axını xeyli yüksəlib və təkcə yay mövsümündə azad olunmuş ərazilərə 500 mindən çox turist səfər edib. Bu həftə sonu dünyanın bir çox ölkəsində, o cümlədən Avropa İttifaqı ölkələrində saatlar 60 dəqiqə geri çəkiləcək. Bu, qış saatına keçid hesab edilir və hər il oktyabrın son günlərində baş tutur. Yazda isə saatlar yenidən 60 dəqiqə irəli çəkilir. Xatırladım ki, bu proses Azərbaycanda 2016-cı ildən etibarən dayandırılıb. Ötən ay Astarada başlanılan Peşəfest 2025 layihəsinin Bakıda yekun tədbiri keçirilib. Bu tədbirlərə ümumilikdə 10 rayon və paytaxt Bakıdan 80 minədək iştirakçı qatılıb. Festivalda kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnatçı, xilas edici, barista, diş texniki və baytar üzrə maarifləndirici tədbirlər təşkil olunub. Biz də bu barədə danışacağıq. Hansı yeni peşələrə tələbat çoxdur, amma kadr azdır. İş təcrübəsi məsələsi, müəllimlərin sayının azalması, süni intellektin təhsilə, repetitorluğa müsbət və ya mənfi təsiri. Birazdan görüşürük. Qonaqlarımla müzakirəyə başlamaq istəyirəm. Bir daha hamınızın sabahı xeyir olsun. Düşünürəm ki, istər peşə sahibləri üçün, istər valideynlər üçün, istər elə gənclər üçün, yəni şagirdlərimiz üçün, tələbələrimiz üçün çox önəmli bir mövzunun müzakirəsinə başlayacaq. Ümumiyyətlə, cəmiyyət olaraq bu mövzu hardasa bizi narahat etməlidir ki, biz birinci o narahatlığı yaşayaq, sonra da rahat işlərimizi qaydasına qoya bilək. Millət vəkili Samir Vəliyev və təhsil eksperti Sona xanım Əliyeva ilə davam edəcək. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Belə deyək də, gəlin söhbətimizi Statistika Komitəsinin bir qrafiki ilə başlayaq. İndi bilirsiniz ki, biz ümumiyyətlə ölkə olaraq bütün statistik məlumatları əldə edirik mövzularımızla bağlı və təbii ki, ölkənin bu qurumunda daha ən son net olaraq rəqəmlər olur. Belə deyək də, indi qrafikimiz efirə yayımlanacaq, zəhmət olmasa onu verək, mən də buradan səsləndirim. Azərbaycanda tədris ilinin sonuna müəllim sayının illər üzrə dəyişməsi. 1000 nəfər müəllim sayından gedir söhbət. 2021-ci ildə 153 min,
2023-cü il 151 min, 2025-ci il 146 min. Yəni göründüyü kimi son 5 ildə məktəblərdə müəllim sayı ardıcıl olaraq kəskin azalıb. 2021-ci ilin iyun ayının 15-i ilə müqayisədə 2025-ci ilin iyun ayının 15-nə Azərbaycan məktəblərində müəllim sayında 4,5% azalma olub. Amma bunun əksi olaraq keçən müddət ərzində məktəblərdə şagird sayı 3,2% artıb. Bu bizim birinci qrafikimiz idi. İkinci də yayımlanır orada. Deyək, Azərbaycanda tədris ilinin sonuna şagird sayının illəri üzrə dəyişməsini də nəzərinizə çatdırım. 2021-ci il 1 milyon 571,2 min, 2023-cü il 1 milyon 621,6 min, 2025-ci il 1 milyon 621,7 min. Baxın, bu bizim qrafikimizdir, hansı ki biz Dövlət Statistika Komitəsindən məlumatları əldə etmişik. Belə deyək də, Samir müəllim, bəlkə sizdən başlayaq. Yəni, şagird sayı artır, müəllim sayı azalır. Yəni, bu da bizim statistikamızdır da. Yəni, bu kimi narahat etməlidir? Parlamenti, pedaqoqları, yoxsa əhalini, nə bilim, Sona xanımı, məni misal üçün də. Buyurun, söz sizdə. Çox sağ olun ilk öncə dəvətə görə. Təşəkkür edirəm və belə bir mövzunun müzakirə olunması artıq son dövrlərdə təhsil problemləri ilə bağlı müxtəlif bizim təhsil ekspertlərimiz, eləcə də Elm və Təhsil Nazirliyi, cəmiyyət, ictimaiyyət, valideynlər təbii ki, müxtəlif xarakterli narahatçılıqlar keçirirlər və bu da məntiqlidir o nöqteyi nəzərdən ki, bu günləri təhsilin əhatəliyi bir mənalı olaraq hər bir Azərbaycan ailəsinə toxunur. Əlbəttə. Həm ailələrdə məktəblə bağlı olan övladlar var, eyni zamanda ailələr var ki, orada müəllim kimi fəaliyyət göstərən ailə üzvləri var və təbii ki, bütövlükdə cəmiyyətimizi narahat etməyə bilməz. Qeyd etdiyiniz statistik məlumatlar təbii ki, bir mənalı olaraq mövcud olan təhsilimizin mövcud olan ən qabaqcıl olan, belə deyək ki, müzakirə olunacaq problemlərindən biridir. Ümumiyyətlə, təhsil sahəsində çalışanların sayının azalması və müəllim çatışmazlığı haqqında danışdığımız zaman biz bu iki anlayışın heç də bir-birinə bağlı olmadığını mən hesab edirəm ki, diqqətə almalıyıq. Müəllim çatışmazlığı və müəllim sayının azalması bunlar fərqli bir anlayışdır və bunların səbəbi də fərqlidir. Müəllim çatışmazlığının bir sıra səbəbləri var. O da birinci növbədə təbii demoqrafik əhalinin artımıdır. Yəni, əhali sayı artır, müəllim sayı dəyişməz olaraq qalır. Bu da təbii olaraq məktəblərdə şagird sayının artımına səbəb olur. Müəllim çatışmazlığı buradan yaranır. Eyni zamanda əyalətlərdən, regionlardan, rayonlardan mərkəzə doğru axının, köçün olması da məntiqi olaraq nəticə etibarilə mərkəz şəhərlərində şagird sayının artımına səbəb olur. Nəticə etibarilə də müəllimlərin sayında bir dəyişiklik olmur və burada müəllim çatışmazlığı meydana çıxır. Müəllimlərin bir müəllim kimi öz peşələrini dayandıraraq digər yerlərdə öz gələcək karyeralarını müəyyən etmək, bu artıq müəllim sayının azalması deməkdir. Bunun da bir sıra səbəbləri var. Birinci növbədə, siz bilirsiniz ki, bu artıq dünyada da belə qəbul olunubdur və belə də var. Müəllimlərin əmək haqqının cəlb ediciliyi məsələsi. Bütün dünyada müəllimlər çox aşağı əmək haqqı alırlar. Mən bunu tək Azərbaycana şamil etmək istəməzdim. Avropa ölkələrinə nəzər salsaq, World Economic Forumun verdiyi statistik məlumatlara görə Avropa ölkələrinin orta ümumi təhsil məktəblərində çalışan müəllimlərin təxmini əmək haqqısı aşağı-yuxarı 50 min avrodur. Bu da bir aya təxmini 4.000 avro təşkil edir. Nəzərə alsaq, ev kirayəsini, kommunal xərcləri, yaşam məsələlərini yəqin ki,
heç də çətin deyil Amma o təsəvvür etmək. müəllimlər, Samir müəllim, həm də təkmilləşirlər də, yəni inkişaf edirlər də. Təbii. Tədris metodları yəqin ki, onlarda bizimki kimi tez-tez dəyişmir. Yəni bizdə misal üçün bilirsiniz də, proqramlar tez-tez dəyişir və müəllimlərin elə ən birinci şikayəti odur ki, biz bir proqrama elə yeni özümüz alışırıq, sonra uşaqları alışdırırıq və bir də görürük ki, yenə də proqram dəyişikliyi baş verdi. Bilirsiniz, Yəni bu faktlar var da. Daha sonra müəllimlərin toxunduğu bir məsələ də var. Bilirsiniz, sosial şəbəkədə də çox geniş müzakirə olundu. Sertifikasiya məsələsi. İndi mən demirəm ki, o doğrudan da o imtahandan keçə bilməyən müəllimə bir güzəşt verilməlidir, bir şans verilməlidir. Yox. Həkimimiz də, müəllimimiz də, amma biz unutmamalıyıq ki, bu sertifikasiya imtahanında iştirak edənlər bizim öz təhsil ocağından məzun olanlardır. Yəni bir ölkə necə öz müəlliminə, həkiminə diplom verə bilər və illər sonra onu şübhə altına ala bilər. Yəni bu da biraz insanlarda çaşqınlıq yaradır da. Amma ən çox pul qazananlar da valla müəllim repetitorlardır da, amma dərsdən əlavə də təbii ki. Bilirsiniz, müəllimlərin sayının ümumiyyətlə azalmasının bir sıra səbəbləri var. Bu qeyd etdiyim kimi birinci əmək haqlarının cəlbedici olmamasıdır. Bu bir mənalıdır. İkincisi, bu günləri bizim ictimaiyyətdə müəllim nüfuzunun artıq aşağı olmasıdır və müəllimlik peşəsinə can atanların, müəllim peşəsi ilə məşğul olmaq istəyənlərin də sayının azalmasının bir səbəbi də budur. Eləcə də həmçinin gələcək karyera nöqteyi nəzərdən müəllim peşə sahiblərinin gələcək karyerası hara qədər olduğunun tam şəffaf və aydın olmadığı. Bütün bunların cəmi hesab edirəm ki, ümumiyyətlə müəllimlik peşəsinə nisbətən belə deyək, marağın azalmasına gətirib çıxardıbdır. Bəli, bu faktorda var. Qeyd etdiyiniz kimi sertifikasiya digər müəllimlik peşəsindən məşğul olmaq üçün müəllim adını qazanmaq, statusunu qazanmaq üçün keçirilən mərhələlər təbii ki, öz növbəsində bu çətin və mürəkkəb bir mərhələlərdir və bunun özü də bir maneçilik törətmiş olur. Ancaq mən hesab edirəm ki, bütün dünyada istənilən Avropa ölkəsini biz götürsək, Finlandiyasını, Almaniyasını, deməli, İtaliyasını, eyni zamanda Cənubi Koreyanı da bir misal olaraq çəkmək olar. Müəllimlik adını qazanmaq heç də asan deyil. Əlbəttə və ki. burada sertifikatlaşmanın aparılması da bunun əsas məqsədi kəmiyyətdən keyfiyyətə keçid məsələsidir. Və sertifikasiyanın həyata keçirilməsinin əsas məqsədlərindən də biri təbii olaraq diferensial əmək haqqının müəyyənləşdirilməsidir. Bu günləri Elm və Təhsil Nazirliyinin qarşısında duran vəzifələrdən biri doğru, dürüst, peşəkar, savadlı, bacarıqlı müəllimləri bizim müəllimlər sırasından seçərək onlara doğru əmək haqqının müəyyən edilməsidir ki, siz dediyiniz kimi müəllimlərimiz repetitorluq arxasınca getməsinlər, məktəblərdə, siniflərdə lazımı olan performansı göstərə bilsinlər ki, və nəticə yönümlü fəaliyyəti konkret olaraq üzdə olsun. Bütün bu problemlərin kökündə mən yenə təkrar eləmək istəyirəm ki, müəllimlərimizin hazırlıq səviyyəsi durur. Və bu günləri sertifikasiyanı və bu prosesin özünü lazım olmayan, düzgün olmayan bir, belə deyək ki, fəaliyyət kimi dəyərləndirilənlər, qiymətləndirilənlər hesab edirəm ki, bunlar daha çox kəmiyyətə, nəinki keyfiyyətə yönümlü olan fikirlərdir. Baxın, Sona xanım, siz həm müəllim ailəsində böyümüsünüz, həm özünüz valideynsiniz, həm təhsil üzrə ekspertsiz. Bilirsiniz, söhbət nədən gedir? Bu yaxınlarda bir rəfiqəmin oğlunun məsələsi ilə bağlı məktəbə getməli olduq. Çünki artıq yuxarı siniflərdədir. Adam xaricdə, uşaq yəni təhsilə hazırlaşır xaricdə. Bilirsiniz ki, orada xüsusi dil imtahanları tələb olunur. Ümumiyyətlə, onun hazırlıq prosesləri başqa cürə gedir. Və gəlin etiraf edək ki, bugün bizim hamımızın əlində bu smart telefonlar var və bizə hansısa ölkəyə səyahət etmək lazım deyil. Biz o telefon vasitəsilə o ölkənin, o şəhərin, o qəsəbənin küçə və küçə izləyə bilirik, görə bilirik, orada nə baş verir, hər bir şeydən xəbərdar ola bilirik. Təsəvvür edin ki, bugün uşaqlara, böyük sinif uşaqlarından söhbət gedir. İbtidai siniflərə toxunmuram, çünki onlar üçün hələ evdən bayıra çıxmaq, uşaqlarla əyləncə vaxt keçirtmək və s. daha sonra təhsilə müəllim onları gətirir. Mən danışıram 9, 10-cu, 11-ci siniflərdən, hansı ki bunlar həm də artıq start verirlər ki, bilirsiniz,
bilirsiniz də, bizdə artıq 8-9-cu sinifdən valideyn repetitorlara pul ödəyir, repetitorların arxasınca düşür, uşağını yazdırır. Yəni bugün bu ağıllı telefon bu uşaqların əlindədir. Onlar dünyanı orada qarış-qarış gəzirlər. Və bugün artıq yuxarı sinif uşaqları üçün məktəb həbsxanaya çevrilib desəm, yəni inanın ki, mən bunu ancaq belə deyə bilərəm. Çünki o yuxarı siniflərin mən üzlərini gördüm, orada onlarla biraz söhbət etdim. Heç birinə məktəb, sinif, müəllim, parta, lövhə, orada çıxıb nəsə danışmaq, orada dərsə hazırlaşmaq. İnanın, çoxsunun çantası belə yox idi, məktəb çantası yox idi. Əllərində bir dəftər, bir qələm belə yox idi. Hamı gəlir ora, bir neçə saat vaxtı keçirsin, oradan çıxsın, getsin repetitor yanına ki, o artıq təhsili üzrə aldığı təhsili o repetitorda görür, yəni o məktəbdə görmür. Baxın, belə olan halda o uşağın sinifdə, misal üçün deyirəm, hələ minimum dövlət məktəblərindən gedir söhbət. 20 nəfər şagird varsa, yuxarı sinif şagirdi, o 20 nəfərdən sizcə neçəsi müəllim olmaq istəyir? Ümumiyyətlə, Azərbaycanda son illər nə qədər müəyyən təşəbbüslər göstərilsə də, müəllim peşəsinə maraq həddindən artıq azdır. Burada deməli, hörmətli millət vəkilimiz də vurğuladı o mənada ki, məsəl üçün müəyyən səbəblər var. Amma ondan başqa hal-hazırda Azərbaycan təhsilini ümumiyyətlə yeni bu qlobal texnologiya inkişafı ilə bağlı istiqamətində bu belə deyək də uzlaşa bilmir. Heç bir şəkildə Azərbaycan təhsil sistemi indiki texnologiya, indiki dəyişikliklə ayaqlaşa bilmir. Bəli. Ona görə ki, bu təkcə texnologiyanın inkişafı deyil, texnologiyanın inkişafı bərabərində həm də insan inkişafı gətirir. Və bu insan inkişafı təhsillə bərabər addımlamalıdır. Amma bizdə adətən belə deyək də, məsəl üçün indiki uşaqlar, yeni nəsil ümumiyyətlə tamam fərqli bir mühitdə böyüyüb. Və onlar gözünü açıb texnologiya görüb, onların texnologiya ilə işləmək, ümumiyyətlə informasiya çatmaq qabiliyyəti, bacarıqları müəllimlərdən daha çoxdur. Ona görə də müəllimlər bax bu şagirdlərlə uzlaşa bilmədiyi üçün məktəbdə belə bir xoşa gəlməyən bir situasiya yaranır. Burada bilirsiniz, indi bütün dünyada ümumiyyətlə pandemiyadan sonra tətbiq olunur, düzdür, hibrid təhsil formaları. Amma deməli, araşdırmalar göstərilir ki, bu hibrid təhsil 70-in 30-a nisbətdə olanda daha effektiv olur. Nəinki ümumiyyətlə bu 50-nin 50-yə və yaxud da daha fərqli formatlarda. Nəyə görə? Çünki yeni dövrdə məktəb artıq müəllimi bilik verən simasından çıxartmalıdır. Çünki əvvəl biz informasiyanı, mən öz həmyaşıdlarımdan söhbət edirəm. Biz informasiyanı alırdıq televiziyadan, bir də məktəbdən, müəllimdən, qəzetdən, jurnaldan. Bizim informasiya çıxış imkanlarımız həddindən artıq məhdud idi. Onun üçün də məktəb bizim üçün əsas bilik və informasiya ötürən bir məkan olduğu üçün biz ora yönəlmişdik. Amma indi isə bu informasiya əlçatanlığı, yəni 3-cü, 2-ci sinif uşağı üçün də hər hansı bir informasiya çox əlçatandır. Yetər ki, onun əlində hər hansı bir planşet və yaxud da smartfon və yaxud da kompüter olsun. O baxımdan da artıq məktəb öz formasında dəyişməlidir. Məktəbdə müəllim daha çox motivasiya edən, daha çox belə deyək də şagirdlərlə müəyyən sosial bacarıqlar formalaşdıran, onları ixtisas seçiminə, düzgün istiqamətə yönləndirən bir fiqur formasına gəlməlidir. Çünki onsuz da şagird o informasiyanı alır və nəzərə alsaq ki, siz dediyiniz kimi süni intellekt bugün həyatımızın içindədir. Şəxsən mən özümə onu assistent hesab edirəm, çünki mən çox həddindən artıq vaxtıma qənaət edir. Və indiki uşaqlar da bundan çox bacarıqlı şəkildə istifadə elədiyi üçün onsuz da o informasiyanı alır. O dərslə bağlı materialları alır, nə bilim, ona lazım olan testləri alır, həll yollarını alır və s. və alaxır. Deməli, müəllim artıq yeni nəslə uyğunlaşmalıdır ki, müəllimdə o bacarıqlar olmalıdır ki, ümumiyyətlə təhsil o bacarıqlar üzərində yenidən bir model şəklində qurulmalıdır ki, şagirdlə müəllim və məktəb ayaqlaşa bilsin. Bax, problem buradan yaranır ki, yeni nəsil çox sürətlə inkişaf eləyir və müəllimlər o sürətə çata bilmir. Deməli, misal üçün, argumentləri var da, çoxdur. Deyirlər ki, bir sinifdə uşaq sayı çoxdur, müəllim də bir müəllimdir, assistent yox, köməkçi yox, ikinci müəllim yox, çatdırmırlar. Mən öz adımdan şəxsən deyirəm ki, bizim təhsildə çox ciddi problemlər var və bu təkcə müəllimlə,
məktəblə, direktorla, direktor müavini ilə, nə bilim, zavuçla, uşaqla bağlı məsələ deyil. Bu kökündən həll olmalıdır. Sinqapur bilirsiniz ki, yəni siyahı olaraq biraz əvvəl siz də bəzi ölkələrin adlarını sadaladınız. Onlar da təhsildə, yəni heç də geri qalan yəni şəhərlər arasında deyil də. Sinqapurda misal üçün elə bizim öz yerli müəllimlərimiz ora getmişdilər kurslara. Yəni müəllim oturur mikrofonla, qulaq mikrofonu ilə 60 uşaq var. Nə bilim, bizim metodika ilə götürəndə 5-ci sinif şagirdləridir, 4-cü sinifdir, 7-ci sinifdir. Müəllim oturur auditoriya kimi mikrofonla dərs deyir. O uşaqlar o dərsi qavrayır və uşaqların, müəllimin əlində biz deyirik, kompüterləri sıradan çıxartmalıyıq. Bu kompüterdən, telefondan qaçmaq olar. Biz deyirik, filan dil önəmlidir. Misal üçün, ingilis dili getdikcə, xeyr, elə gələcəyin dili də ingilis dilidir və bizə də telefon da lazımdır, kompüter da lazımdır, planşet da lazımdır, uşaqlarımıza da lazımdır. Biz Azərbaycanda, Bakı şəhərində uşağımızı aparırıq, özəl məktəbə qoyuruq. Özəl məktəbdə artıq bizə deyilir ki, birinci sinif yox, amma ikinci sinifdən məktəb öz planşetini birinci sinifdə olanlara verir. Amma ikinci sinifdən siz artıq hər uşaq üçün planşet almalısınız, çünki dərslər orada keçirilir. Bir ailədən bir uşaq özəl məktəbə gedəndə daha çox inkişaf edir. Dövlət məktəbinə gedəndə geri qalır. O tutulan repetitorların hesabına gedib təhsilə yiyələnir. Burada da bizi uşaqların əlində telefon qoymayın. Uşaqların əlində, mən bildim, uşaqdılar, hərə bir telefonla girib təkcə dərs eləyən yoxdur axı, başqa bir işlər də görürlər. Bu olmaz. Amma ümumiyyətlə sistem dəyişilməlidir. Bu uşaqlara qarşı da təzyiqdir. Bu gün siz bilirsiniz ki, valideyn uşağına deyəndə ki, mən səni telefondan cəzalandıracağam. Valideyn o uşağın gözündə düşmənə çevrilir. Bəli. Çünki o elektron valideyni o biri valideyndən daha çox alışıb. Burada alışqanlıq hissidir də. İndi Sinqapurda müəllim oturur, orada da hər uşağın qabağında planşet, müəllimin də əlində planşet. Oradan uşaqlara dərs verir, dərs ötürdü. Mikrofonda da danışır da, izah edir. Oradan yenidən uşaqlar cavab verir dərsə. Müəllimin proqramına gəlir. Müəllim artıq oradan görür ki, hansı uşaq nə qədər bu dərsə cavab verdi, neçə. Yəni kompüter özü bütün o işləri görür ki, hansı ki ona nə uşaqların vaxtı gedir, nə uşaqların valideynlərinin vaxtı gedir, nə də müəllimin vaxtı gedir. Bizim dövlət məktəblərinə girirsiniz, çox üzr istəyirəm. Bəzi məktəbləri deyirəm, hamısına şamil etmirəm. Üfunət iyi gəlir məktəbdən. Bu əlində ağıllı telefon olan uşaq o məktəbdə necə otursun? Bax, necə otursun? Bu uşaq evində o qoxunu görmür. Gəlir məktəbdə o qoxunu görür. Gigiyena tərəflərini ümumiyyətlə danışmıram. Yəni, ibtidai sinif şagirdlərinə üzülürəm. Yəni, doğrudanmı onlar orada gedib əllərini yumalıdırlar? Valla üzülürəm. Yəni, analar gəlib 30 uşağın başının üstündə valideyn dayansa, orada bir sinifdə 30 uşaq olacaq, koridorda da 30 valideyn olacaq. Bu da düzgün deyil. Amma valla ibtidai sinifin uşaqları belə təmiz evdən çıxırlar, bizim ailələrdə də var da. Gəlirlər, deyirlər ki, mən orada gedib əlimi yumaq istəmirəm. Uşağın çantasına sabun da qoyursan, nəm salfet də qoyursan, quru salfet də qoyursan. Amma bu gigiyena məsələlərini həll eləyir? Yox. Hələ bu təkcə bunun gigiyenik tərəfləridir. İcazə olarsa mən... Yox, əlbəttə icazə sizindir, Samir müəllim. Mən sizə yəni real öz gözümün şahidi olduğum faktları danışıram da, onları izah edirəm. Valla bu məni də vətəndaş kimi incidir, ana kimi incidir. Mənim də uşağım məktəbə getməlidir. Niyə görə mən misal üçün aparıb, gəlin açıq danışaq da, bu özəl məktəblərdə də ayda 800.000 manat pul verirsən. Uşağa nə öyrədirlər orada? İngilis dilində də olsa rəqəm öyrədirlər də ilk siniflərdə. Adam da birdən 10-a qədər uşağa rəqəm öyrətmək üçün ayda 800.000 manat pul verər. Elə buna aparım qoyum uşağımı dövlət məktəbinə. Bilim ki, demirəm, məktəb lepqalı olmalıdır, təmirli olmalıdır. Amma heç olmasa mənim uşağım təmiz evdən çıxır. Bu uşaqlar planşet, telefon uşaqlarıdır. Bunlara valideyn artıq maraqsızdır. Bu məktəbdə o uşağın diqqətini çəkən nəsə olmalıdır da, düz demirəm. Doğrudur. Mən hörmətli Sona xanımın fikirləri ilə tam şəkildə razıyam və tamamilə doğrudur ki, bugün bizim yaşadığımız 4-cü sənaye inqilabının əsas çağırışlarından biri eləməz süni intellektdir. Bəli. Və dünyada aparılan araşdırmalar və verilən statistik məlumatlar da onu deyir ki, 2030-cu ilə qədər süni intellekt təhsilin artıq 61%-nə əhatə edəcəkdir. Və qeyd etdiyiniz kimi süni intellektin təhsildə tətbiq olunması təbii olaraq bugünkü olan gənclərin, belə deyək ki, planşetlərə, eyni zamanda telefonlara, müxtəlif xarakterli proqramlara marağı ilə üst-üstə düşür. Və bugün süni intellekt üzrə yarada biləcək məktəblərdə olan
bir çox mexanizmlərin tətbiqi ilə bağlı olaraq dünyada artıq müəllimlərin bu sahədə, yəni rəqəmsal savadlığının artırılması istiqamətində kifayət qədər böyük təlimlər keçirilir, kurslar keçirilir. Bu günləri bizim çox gözəl təchiz olunmuş məktəblərimiz var. Sadəcə olaraq biz bu günləri siniflərdə müxtəlif planşetləri də görürük, müxtəlif interaktiv lövhələri də görürük. Ancaq bizim müəllimlər bunlardan istifadə edə bilirlərmi? Onların rəqəmsal savadlığı yetərlidirmi ki, bu deməli texnika və texnologiyadan istifadə etsinlər? Məsələ bundadır ki, süni intellekt çox ciddi şəkildə təhsilə intervensiya etdiyi halda adekvat olaraq müəllimin hazırlıq məsələsi də çox böyük önəm kəsb edir. Sabahsı günü təbii olaraq müəllimlərin rəqəmsal savadlılığı imkan verəcəkmi həmən bu texnika və texnologiyadan istifadə etmək? Sabahsı günü yaradılacaq intellektual məsələlərdə, belə deyək ki, rəqəmsal dərsliklərin, eyni zamanda simulyasiyaların, digər texnologiyanın, belə deyək, ortaya qoyduğu nailiyyətlərdən sabahsı günü müəllimlərin bir peşəkar şəkildə istifadə etməsi bu nə dərəcədə olacağını mən təsəvvür edə bilmirəm bu üç gündə. Və siz tamamilə doğru qeyd etdiniz. Bizim məktəblərdə olan ana problemlərdən də biri şagird sıxlığıdır. Biz bunu hər zaman səsləndiririk. 30-35 bəzi məktəblərimiz var ki, orada 40 şagird təhsil alır. Və təbii ki, müəllimlər üçün fərdi yanaşma prinsipini burada tətbiq etmələri mümkün deyil. Vaxt çatmır 45 dəqiqə ərzində. Onu da nəzərə alaq ki, bu günləri müəllimlərimiz deməli bəzi texniki məsələlərlə də bağlı olaraq 45 dəqiqə ayrılmış vaxtı belə deyim sərf edirlər. Jurnalın doldurulması, qayblərin yazılması, mövzunun çatdırılması və nəticə etibarilə 35-40 şagirdə təbii olaraq fərdi yanaşmaq üçün yetərlincə vaxt qalmır. Biz bəzi hallarda deyirik ki, nədən məktəbə bir alternativ olaraq repetitorluq yaranıbdır və artıq mən belə hesab edirəm ki, repetitorluq... Orada çünki, Sami, üzr istəyirəm də, orada sən ödəniş edirsən deyə, o müəllim də məsuliyyətli olur sənin uşağına qarşı repetitorluqda və sən bilirsən ki, sən onu nəzarətdə saxlayırsan. Bizim də axı biraz xasiyyət olaraq belə bir belə huyumuz var da, belə deyək. Misal üçün, bizə deyəndə ki, havayıdır da, düşsən gündə 5.000, 10.000 addımı at, biz onu bir gün eləyirik, 10 gün eləmirik. Amma biz gedib idman zalına pulu ödəyib, havasız yerdə, o trenajorlarda əziyyət çəkəndə, pulu ödədiyimiz üçün daha çox ora gedirik. Bilirsiniz, yəni də indi budur, yəni bununla əlaqələndirək. Bir sıra səbəblər də var bu repetitorluğun belə deyim ki, bu şəkildə inkişaf etməsindən bağlı. Məktəbə marağın azalması, mən hesab edirəm ki, bunun səbəbi təkcə repetitorluğun meydana gəlməsi deyil. Bu günləri biz məktəbi faktiki olaraq 3 saatlıq qəbul imtahanına bir 11 illik hazırlıq mərhələsi kimi qəbul edirik. Bu faktiki olaraq belə deyil. Məktəbdə həm vətəndaş kimi yetişmə, eyni zamanda sosiallaşma, eyni zamanda şagirdlərin gələcəkdə cəmiyyət üçün yararlı bir bir məktəbdən 10 alim çıxsın demirik. Bir məktəbin hamısı həkim, hakim olsun da demirik. Oradan eyni zamanda sürücü də çıxa bilər. Düz demirəm? Bir mənalı. Vətəndaş olmalıdır da. Amma Sona xanım, bir telefon bağlantımız olacaq. Təhsil eksperti Ramin Nurullayev qoşulacaq bizə. Onda hazır olanda zəngi mənə deyərsiniz. Çünki onun bir paylaşımı olmuşdu sosial platformada. Süni intellektlə bağlı. O bizim suallara da cavab verəcək. Onda birazdan qoşularıq. Buyurun Sona xanım, siz nəsə demək istəyirdiniz, davam edin. Deməli, bir neçə məqama tez-tez toxunmaq istəyirəm. Ümumiyyətlə, bu sizin göstərdiyiniz hansı ki, diaqram var idi ki, orada müəllim sayının həddindən artıq belə deyək də, yəni son 3 ildə səhv eləmirəmsə, kəskin azalması və şagird sayının sıxlığı. Burada ən birinci məsələ, şagird sayı çoxaldıqca müəllimin yükü artır. Bu bir mənalı belədir. Təbii. Bu istəyir kənddə olsun, istəyir məktəbdə olsun və nəzərə alsaq ki, indi hal-hazırda məktəb indiki bizim belə deyək də müasir formata keçirtmək istədiyimiz məktəbdə elektron jurnallar var. İnandırım sizi, müəllimlərin ən az 10 dəqiqəsi gedir elektron jurnalı yazmağa. 10 dəqiqə getdi.
Hə, burada qalır bir 35 dəqiqə və artıq siz dediyiniz kimi, indi ümumiyyətlə insan psixologiyası belə qurulub ki, insan 15 dəqiqədən uzun bir müddətdə artıq diqqəti yayınır və heç nəyə qulaq asmaq istəmir. İndiki uşaqlarda isə bu hardasa 5-10 dəqiqə səviyyəsinə düşüb. Yəni bu uşağa maraqlı deyil ki, müəllim 5 dəqiqə ya da 10 dəqiqə davamlı olaraq ardıcıl danışsın, o ona qulaq assın. Ona görə də indi siz deyirsiniz, buradakı süni intellekt və sair və məsələn, Koreyada ona görə 60 uşağa birlikdə dərs keçmək mümkündür ki, bunun alt təməli formalaşdırılıb. Yəni burada o şagird ötürülən kimi tapşırığı həll edib bu sistemə düşəndə onu süni intellekt əsaslıdır. Onu o saat qiymətləndirir və müəllim o saatda nəticəni görür. Yəni tədris prosesinin keyfiyyətini artırmaqla yanaşı onu həm də sürətləndiriblər. Yoxsa normalda adi bir mühitdə, hətta texnologiya olsa belə, orada 60 uşağa birdən dərs demək mümkün deyil. Yəni hal-hazırda ümumiyyətlə başa düşmək lazımdır ki, süni intellekt bizim üçün yardımçı alət olmalıdır və elə bir alət olmalıdır ki, biz ondan tam olaraq istifadə edə bilək. Ramin müəllim, sabahınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Təhsil eksperti Ramin Nurullayev bizimlə telefon bağlantısındadır. Sizin sosial platformanızda bir paylaşım olmuşdu. Yəni doğrudanmı bizi belə bir təhlükə gözləyir? Yəni süni intellekt, repetitorluğu, müəllim peşəsini ümumiyyətlə sıradan çıxara bilərmi? Bəli, hal-hazırda dünyanın inkişaf etmiş ölkələrində demək olar ki, bütün sahələr üzrə olduğu kimi pedaqoji sahələr üzrə də süni intellekt proqramları hazırlanır. Bir çox ixtisaslar üzrə, xüsusilə də dəqiq ixtisaslar üzrə süni intellektin rahat bir şəkildə şagirdə çatdırılması, süni intellekt vasitəsilə tədris prosesinin şagirdə çatdırılması hal-hazırda proqramlaşdırılır. Bu, böyük ehtimal dəqiq fənlərdən sonra digər fənlərə də keçəcək. Çünki dəqiq fənlər beynəlxalq tədris prosesinə həyata keçirdiyi üçün, çünki riyaziyyat dünyanın hər yerində eynidir. Məhz ona görə də ilkin olaraq dəqiq fənlərdən başlanılıb bu. Siz əgər diqqət etmişsinizsə, yaxın günlərdə, hardasa bir 2-3 ay öncə Türkiyədə robot müəllim sinifə daxil oldu və tədris prosesini robot müəllim ona yüklənən süni intellekt, data analitika proqramları vasitəsilə sinifi tam idarə etdi. Sinifin idarə edilməsi əgər bir robot vasitəsilə həyata keçirilirsə və ona hazırlanmış proqramlar vasitəsilə robota şagirdlər tərəfindən sual-cavabın rahat bir şəkildə sualların cavablandırılması prosesi həyata keçirilirsə, bu artıq hal-hazırki dünya üçün çox əlverişli bir imkandır. Və hesab edirik ki, yaxın gələcəkdə, bəlkə də 2-3 il içərisində, xüsusilə də pedaqoji ixtisaslarda süni intellekt proqramları vasitəsilə məlumatların data analitikaya yüklənməsi və şagirdə bilavasitə verdiyi suallara və yaxud da tədris prosesinə mövzuya uyğun olaraq tədris prosesinin həyata keçirilməsi mümkün olacaq. Eləcə də hal-hazırda ChatGPT proqramları var bildiyiniz kimi. Verilən bütün suallara anında cavab verir. Yəni, bu da süni intellektin bir parçasıdır hardasa. Yəqin ki, böyük ehtimal bu proqramların da süni intellekt proqramları da birləşdirilərək şagirdin verdiyi sualın anında cavablandırılması həyata keçiriləcək və bu proqramların böyüməsi, layihənin genişləndirilməsi artıq ehtimal olunur ki, repetitorluq fəaliyyətini də müəyyən qədər məhdudlaşdıracaq. Ramin müəllim, misal üçün bu ChatGPT də internetdən götürür də məlumatları. Bu internetdə olan məlumatlar da insanın yəni əli ilə yazılır da, ora yox? Bəli, bəli. Misal üçün biz Azərbaycanda ChatGPT istifadə edirik. Orada görürəm ki, elə internetdə olan məlumatları götürür də, yəni. Bəli, bəli. ChatGPT proqramı hal-hazırda internet resurslarından lazım məlumatları əldə edir və suallara cavab verir. Amma süni intellekt proqramlarında isə hal-hazırda mütəxəssislər tərəfindən bu proqramlar hazırlanır. Bir elektron data formasında, bir baza formasında hazırlanır və ixtisaslar üzrə. Mənim bildiyim qədərilə keçən dəfə sosial platformalarda paylaşılmışdı. Azərbaycanda da bəzi fən müəllimləri hal-hazırda bəzi mövzuları, xüsusilə də riyaziyyat müəllimləri paylaşmışdı. Bəzi mövzuları süni intellekt formasında hazırlamaq səyindədirlər. Yəni hazırlamağa çalışırlar ki, onların geniş auditoriyası olduğu təqdirdə özlərindən əlavə olaraq da şagirdlərə əlavə dərs kimi həmin proqramlar vasitəsilə əlavə dəstək versinlər.
Yəni bu süni intellekt proqramı internet resurslarından lazım məlumatları əldə edərək həmçinin də proqramlaşdırılmış formaya salınacaq. Yəni hazır bir data analitikası formasında olacaq. Hansı ki robotlar vasitəsilə bildiyiniz kimi sinifə girdiyi təqdirdə şagirdin verdiyi suallara anında cavab verir. Çünki həmin məlumatlar robotun datasına əlavə olunduğu üçün həmin fənnə uyğun olan suallara rahatlıqla cavab verə bilir. Süni intellekt proqramlarında da eyni formada olacaq. Eyni formada bütün məlumatlar mövzuya uyğun yerləşdiriləcək. Proqram rahat bir şəkildə həmin mövzunu tədris edəcək və şagirdin qarşı tərəfin verdiyi sualı anında cavablandırma qabiliyyətinə malik olacaq. Aydındır Rəmim, təşəkkür edirəm sizə. Çox yəni vacib məlumatlar verdiniz. Əslində müəyyən qədər biz bunları bilirik, amma bir ekspertdən bunun təsdiq olunmuş cümlələrlə eşitmək çox yaxşıdır. Məsələ burasındadır ki, bəs axı süni intellekt, yəni bacarmadığı bir şeylər də var. Tamam, bacardığı var, amma bacarmadıqları da var. Yəni burada ünsiyyət, burada motivasiya, yəni ki, nə bilim, mənə elə gəlir ki, düzdür, süni intellekt müəyyən mənada təsir edəcək, amma tam da bu müəllimləri belə sıradan çıxartmaq kimi bir şey olmayacaq da. Çünki axı ünsiyyət də vacibdir. Yəni insan axı bu robot misal üçün və ya süni intellekt bu da axı insanla ünsiyyətdədir. İnsanın da mütləq insana ehtiyacı var da, robota deyil. Bir də ki biz əgər maaşdan danışırıqsa ki, müəllim alır nə bilim Koreyada, Sinqapurda nə bilim müəyyən qədər məbləğ, amma bizim müəllimlər də az maaş almır yeri gəlmişkən, onların da maaşları pis deyil. Amma ki bu robotun da baxımı var da. Bu robot da bir dəfə sinifə girib çıxandan sonra elə üstünün tozunu sil, qoy bir kənarda düyməni basın, o da sənə qul. Valla evimizdəki texniki avadanlıqlara az qulluq edirik bəyəm. Onların da ayrıca ustası var, onların da nə bilim nələrinizsə tökmək lazımdır ki, çalışsınlar. Düz demirəm, adicə maşın belə. Nə qədər yəni elektron maşın da olsa bunu bir zaryadkaya qoyursan, bunun üçün işıq pulu ödəyirsən parkinqdə. Düz demirəmmi? Doğrudur. Mən ümumiyyətlə hesab edirəm ki, və hörmətli ekspertimizin fikirləri ilə qismən razıyam və təbii olaraq o da dünyada nə baş verir, onu deyir. Bəli, təbii ki, təhsilə süni intellektin gəlməsi bu bir mənalı olaraq müəllimi tam şəkildə əvəz edə bilməyəcək. Eyni zamanda... İndi bunlarla rəqabətə girəcək müəllimlər önəmlidir də, Samir müəllim. Bu məsələyə dair başqa bir fikri söyləmək istərdim. Eyni zamanda çox az bəlkə də faiz olaraq repetitorluğa öz təsirini göstərəcəkdir. Ancaq bütövlükdə müəllim qədər motivator, bələdçi rolunu bir mənalı olaraq süni intellekt oynaya bilməyəcək. Və burada söhbət müəllimlərin peşəkarlığından gedir ki, süni intellektin əldə etdiyi belə deyək ki, imkanlardan doğru istifadə etmək. Samir müəllim, bilirsiniz məsələ nədir? Sona xanım, bu süni intellekt, misal üçün robotlarıdır, süni intellektdir. Bu bir neçə fəni əvəz edə biləcək də, yəni. Amma müəllim bir fəndən dərsləyə bilir də, o bir neçə fəndən dərsləyə bilmir axı. Bax, bu məsələlər var da. Misal üçün, o asandır da, ona proqramı yazırlar. O sənə bir neçə fənnin suallarına cavab verə biləcək, bir neçə fəndən sənə dərs keçə biləcək. Amma məktəbdə fən müəllimi, biologiya müəllimi durub axı fizikadan danışa bilməz. Fizika müəllimi də durub, nə bilim, tarix dərsini danışa bilmir də. Bax, bu məsələlər var da. Bir də ki, bir üzr istəyirəm, nəzərə almalıyıq ki, süni intellektin verdiyi elə ChatGPT, Siri və s. ilaxır, bütün bunların məlumat bazasında heç də hər şey doğru və dürüst deyil. Bu da nəzərə alınmalıdır. Elə ona görə dedim ki, yəni o bəzi, misal üçün Wikipediyanı götürək. Wikipediyada bizdə o qədər səhv məlumatlar var ki, misal üçün mən çox Wikipediya ilə işləmirəm də. Çünki adi bir tanınmış insanın belə doğum günündə bir də görürsən yanlış var. Qonaqla oturub söhbət edirsən, görürsən o gündə doğulmayıb. Yəni demək istəyirəm ki, ChatGPT də olub belə bir şey. Çünki bəzən mən olur axı ChatGPT-ni çaşdıran suallar da verirəm, görürəm ki, yox. Elə eyni cavab ətrafında orada cavab verir də mənə. Burada axı biz dedik, məktəbin əsas funksiyası ümumiyyətlə həmişədən, yəni məktəb ümumiyyətlə qurum kimi yarandığı dövrdən, əvvəlki keçmiş zamanlardan da belə heç vaxt məqsədi sadəcə bilik vermək olmayıb. Ona görə bugün bir çox
belə deyək, ekspertlər də təhsil məsələlərini biraz texniki kriteriyalar üzərindən dəyərləndirir. Təhsil Nazirliyinin özü də bütün məsələlərə yanaşması texniki kriteriyalarlandır. Halbuki məktəb ümumiyyətlə elə bir ekosistemdir ki, orada biz bu şəxsiyyət sözü, bu belə deyək, şəxsiyyət formalaşdırmaq sözü biraz şablon kimi görünür, amma əslində elə deyil. Məktəb kimi yetişdirir? Baxın, məktəbin o qədər funksiyaları var. Əgər atası olmayan uşaq məktəbə gəlirsə, orada bir kişi müəllimlə ünsiyyətdə olursa, o da bir problemdir, kişi müəllimlərdən az olması. modelini görürsə, bu onun üçün hardasa qismən də olsa atanı əvəz edir. Bu robot. Və yaxud da hər hansı bir uşaq ana ilə ünsiyyəti pisdirsə və yaxud da ana yəni yaxşı ana deyilsə və yaxud da anası yoxdursa, ögey anası varsa, bu uşağın axı bir mənəvi mentora da ehtiyacı var. Məktəb o sistemdir ki, məktəbdə həm bilik var, həm mənəviyyat var, həm tərbiyə var, həm sosial mühit var, münasibətlər var. Çox gözəl dediniz, insan insana möhtacdır. Əlbəttə İnsan ki. sosial varlıqdır, başqa cür yaşama tərzi mümkün deyil. Ona görə də məktəb mühiti bir sosial qurumdur və o sosial qurumun içində insanlar həm də bir-birindən öyrənir. Davranış öyrənir, xarakter öyrənir, o bir-birindən pisliyi, yaxşılığı, ədaləti. Bütün bunun hamısı məktəb ekosistemində insana ötürülür. Ona görə də bugün məktəbin funksiyasını texniki tərəfdən qiymətləndirmək və onu sadəcə bilik verən bir istiqamətə çəkmək bu doğru deyil, bu bir. İkinci gəldik repetitor məsələsinə. Baxın, mən Samir müəllimlə razıyam ki, süni intellekt heç vaxt, hətta repetitor sistemində müəllimi əvəz eləyə bilməz. Ona görə yox ki, sadəcə o yanlış məlumatları ötürə bilər, xeyr. Həm də ona görə ki, müəllim axı, bugünkü gün deyirik, bütün süni intellekt proqramları, hamısı, bazası haradır, datası haradır, internetdə olan məlumatlar topluluğudur, düzdür. Orada olan məlumatların biz hətta dərsliyimizdə səhvlər var. Wikipediyada səhvlər var, nə bilim, bu banklar var, test bankları, orada səhvlər var. Amma repetitor müəllim bunun harda yanlış, harda doğru olduğunu seçə bilir. Amma süni intellekt o məlumatı götürür datadan, o bilmir axı ki, bu hansı bunun daha doğrudur. Sadəcə olaraq ötürür. Sadəcə olaraq ötürür. Ona görə də burada qarışdırmaq lazım deyil ki, süni intellekt bizim əvəzimizə fikirləşmir. Bilirsiniz, bir anlıq belə indi siz danışanda təsəvvür elədim ki, baxın, bizim burada operatorlarımızda 2 nəfər sağ olsunlar, əziyyətimizi çəkirlər. İndi onlar burada robotdular. Burada aparıcı mənəm, mən deyiləm də artıq robotdur, millət vəkilimiz də robotdur, təhsil ekspertimiz də robotdur. Yəni, ruh yox, motivasiya yox, ünsiyyət yox, verdiyin sualların bəziləri dolayı yolla gəlir, Siri kimi də. Sizə yenə də eyni, elə o deyir, bir adam danışır, ona söz deyirsən, elə eyni cavabı verir, axırda deyirsən ki, abla, sən robotsan, mən səndən axı o istədiyim cavabı ala bilmirəm. Doğrudan da bu məsələlər də var. Mövzu, yəni o qədər şaxələnir, yəni o qədər doğrudan suallar var, o qədər cavablar var və mən əminəm ki, indi burada süni intellekt robotu da olsaydı, yəqin ki, o da mənim suallarıma tam cavab verə bilməyəcəkdi. Amma sizdən heç olmasa emosional olaraq o cavabları eşidə bildim də, təkliflər nədir, nə ola bilər. Təşəkkür edirəm. Millət vəkili Samir Vəliyev, təhsil eksperti Sona Əliyeva bizimlə bərabər idi. Biz sizinlə verilişimizin ikinci hissəsində görüşəcəyik və təbii ki, orada da peşələrlə bağlı müzakirəmiz olacaq. Mənə elə gəlir ki, izləməlisiniz. Çünki qonaqlarım çox maraqlı məqamlara toxunacaq ki, biz əslində 9-cu sinifdən uşaqlarımızı məcbur etməliyikmi bir peşəyə sahib olmaq üçün 3 illərini yəni harcasınlar və sonda bir peşəyə sahib olsunlar. Mənə elə gəlir ki, bir yox, bir neçə peşəyə sahib olmaq lazımdır. Sabahınız xeyir olsun. Real televiziyasının efirində Sabaha Elnarə ilə davam edir. Birinci hissədə yəni millət vəkili və təhsil eksperti ilə biz müzakirə etdik. Ümumiyyətlə müəllimlik, repetitorluq, eyni zamanda süni intellektin müəllim və repetitor sayına təsir etməsi. Amma indi biraz əvvəl anons etmişdim ki, xəbər verdiyimiz kimi bu həftə Bakıda Peşə Fest festivalı keçirilibdir. Ümumiyyətlə çox
önəmli bir festivaldır. Niyə görə? Çünki burada artıq övladlarımızın gələcəyi müəyyən olunur və mən düşünürəm ki, xəbərlərdə bu barədə əslində geniş məlumat verilmişdi, amma verilişimizdə biraz daha geniş yer ayırmaq istədim və bunun üçün də bizim polemikada iştirak edəcək qonaqlarımı təqdim etmək istəyirəm. ADA Universitetinin prorektoru Vəfa xanım Kazdal qonağımızdır. Sabahınız xeyir olsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri, sədr müavini Hasil Abbasov. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Hasil müəllim, ilk öncə Hasil müəllimə söz verək, Vəfa xanım. Niyə görə? Çünki Peşə Festdə birbaşa özünüz iştirak etmişsiniz. Bu layihə ilə bağlı bizə ən dolğun məlumatları siz verə bilərsiniz. Düzdür, mənim əlimdə də məlumatlar var. 10 rayon və paytaxt daxil olmaqla 11 ünvanda təşkil olunub. Davamını siz deyin. Təşəkkür edirəm. Ümumiyyətlə bu Qızıl Payızın Real TV-li Elnarə xanımın səhərində müəllimimlə eyni platformanı paylaşmaq həm məsuliyyətli, həm həyəcan vericidir. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Ümumiyyətlə Peşə Fest layihəsinin biraz daha geniş ampuladan izahına gərək duyuram. Bu peşəyönümü məsləhət xidmətlərinin ən geniş həcmli formasından biridir və biz bunun tənzimlənməsini həyata keçirdirik normativ hüquqi baza əsasında. Daha ünvanlı desəm, məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi və eyni zamanda Nazirlər Kabinetinin peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı 266 nömrəli qərarı ilə. Və də peşə yönümü nədir? Peşə yönümü məsləhət xidməti gənclərə, bura həm şagird, həm tələbələr daxildir, onların valideynlərinə, eyni zamanda işsiz və iş axtaran şəxslərə konsultasiya, test və bu minvallı alətlərlə onların peşə yönümü maraqlarını müəyyənləşdirmək üçün həyata keçirilən ümumilikdə aktiv məşğulluq tədbiridir. Və bu peşə yönümü, bu beynəlxalq ayına da buna career guidance deyirlər, əmək bazarına adaptivlik və hazırlığın və əmək bazarının potensial transformasiyalarına, əmək bazarının potensial oyunçularının və cari oyunçularının, iştirakçılarının hazırlanması yönündə həyata keçirilən bir tədbir formasıdır ki, onlardan biri də məhz Peşə Festdir. Peşə Fest, siz də qeyd etdiniz, biz Astaradan yola çıxdıq, daha sonra Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ, Xaçmaz və ən son dayanacağımız Bakı oldu. Biz regionlara niyə önəm veririk? Çünki regiondakı şagirdin və onun valideyninin gələcək əmək bazarında tələb olunacaq, aktuallığını qoruyacaq peşələr barədə məlumatlandırılması və agahlıqın həyata keçirilməsinə xüsusi bir zərurət vardır. Və bunu elektron vasitələrlə, nəşr, çap vasitələri ilə həyata keçiririk, ötürürük. Amma bir daha arzu olunandır ki, real yerində formatı bu cür qurduq ki, peşənin atributları, özəllikləri və uğurlu peşəkarı ilə birlikdə şagirdin, tələbənin, gəncin, onun valideyninin, müəlliminin qonağı olaq. Əyanən toxuna bilsinlər, bu peşələrin əhəmiyyətini başa düşsünlər və xəyal qura bilsinlər ki, mən də bu peşədə uğurlu ola bilərəm. Və bunun ən nəticəsində bizim gözləntimiz, bizim gələcəyimizin, gənclərimizin faydalı, fərd, uğurlu, gənc və xoşbəxt valideyninə gətirib çıxarmaqdır ümumi nəticəni. Ümumilikdə 100 minə yaxın vətəndaşımıza və hədəf kütləmizə çatmağı bacardıq və inanıram ki, o gənclər arasından elələri olacaq ki, məhz həmin yerdə tanıyıb, kəşf etdiyi bir peşənin gələcəkdə çox uğurlu bir fərdinə çevriləcək. Bilirsiniz, ümumiyyətlə peşə sözü, peşə məktəbi, hansısa peşəyə yiyələnmək, elə bil ki, bu bizdə əvvəlki dəbində deyil də, bildiniz necə? Yəni, bu sözə qəribə bir valideynlərdə baxırsan, peşə deyən kimi, ay, yox, mən uşağımı peşə məktəbinə verirəm. Axır ki, biz gəlib yəni, mən bugün jurnalistika ilə, nə bilim, teleaparıcı, bu da bir peşədir də, düz demirəm, müəllimlik də bir peşədir. Yəni, bunlar hamısı peşələrdir də. Ümumiyyətlə, peşə sözünə münasibət bizdə dəyişməlidir. Mən belə düşünürəm. Bir də bir sual da verim. Hansı yeni peşələrə tələbat yarandı? Yəni, hansı stendin qarşısında uşaqlar daha çox sual verirdilər, daha çox maraqlanırdılar? Yəni, biz orada, dediyim kimi, bu gələcəyin əmək bazarında aktuallığını qoruyacaq 14
peşə seçmişdik və Bax burada deməli kiber təhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnatçı, xilasedici, barista, diş texniki və baytar. Yəni bunlardan mənə maraqlıdır, daha çox maraq hansına idi? Ən xüsusi kəşf edilən maraq doğuranlardan biri kiber təhlükəsizlik idi. Çünki elə bu yaxınlarda bizdə kiber təhlükəsizlik forumu da keçirilmişdi. Ümumiyyətlə kiber təhlükəsizliyin doğru qavranılması və onun ilkin alətləri var. Sadəcə olaraq gənclər yanlış yönələ bilirlər. Çünki bunun belə leqal və illeqal formaları var. İlleqal forması hackerlıqdır. Və bəzən biz orada şagirdlərimizə riyazi düşüncə tərzi, alqoritmik düşüncə tərzi olan şagirdlərimizə xüsusi olaraq bura kiber təhlükəsizlik eksperti, mütəxəssisi olma istiqamətində təşviq həyata keçirirdik ki, bax gələcəkdə artıq kiber müstəvi var, kiber sərhədlər var, kiber fəza var və kiber istiqamətində bir çox əhəmiyyət və zərurət kəsb edən strateji önəm daşıyan istiqamətlər var ki, bax bu sahənin eksperti, mütəxəssisi olmaqla siz təkcə özünüzə, maddi gəlirlərinizə, sosial rifahınıza deyil, eyni zamanda dövlətinizə çox fayda verə bilərsiniz. Çox böyük maraq oyadırdı. Data analitika ilə bağlı nəyi müşahidə etdik ki, ilk olaraq tanış olanlar elə bilirlər ki, bu data analitika böyük bir, dərin bir elmdir, illər lazımdır ki, bunda öyrənilsən, amma biz izah edirdik ki, 4-12 aylıq kurslarla yaxşı bazanız varsa, siz data analitikanı dəqiq öyrənə bilərsiniz və bu sahədə gəlirlərinizi də artıra bilərsiniz. Hətta bunun aktuallığını da bu cür əsaslandırırdıq ki, demək olar ki, Azərbaycanda hər gün ən az bir data analitik vakansiyası elan olunur. Ümumiyyətlə, yaş limiti var burada? Qətiyyən yoxdur. Yoxdur, bu da əladır. Yəni, misal üçün, mənim özümü orada maraqlandıran peşələr var idi ki, yəni bilmək olmaz bəlkə də. Çünki insanın, Vəfa xanım, ən yaxşısını siz bilərsiniz də bu sualın cavabını. Bir peşəsi olmalıdır, yoxsa bir neçə peşəsi olmalıdır? Misal üçün, biz adətən uşaqlarımızı valideynlərin təzyiqi ilə, valideynlərin istəyi ilə 9, 10, 11-ci sinif, hətta bəziləri artıq 8-ci sinifdən başlayır. Biz onları peşə seçiminə məcbur edirik. Amma bu cür festivallar yaxşıdır ki, yəni uşaq artıq özü biləcək də nə istəyir. İnsana gərək sevdiyi işlə məşğul olsun axı. Tamamilə doğrudur. Çox düz vurğuladınız. Mən də əlbəttə təşəkkür etmək istəyirəm bu gün bura dəvət olunduğum üçün və mövzu həqiqətən çox aktualdır və çox vaxtındadır və nə qədər bu cür gözəl maarifləndirici işlər görülsə, o qədər düşünürəm ki, doğrudan da gənclərimiz öz xəyallarının arxasıca getməyə çalışacaq və cəmiyyətə şuurlu şəkildə, faydalı şəkildə. Bilirsiniz, indi çox deməli bu artıq yayılıb. Siz yaş məhdudiyyətini soruşdunuz. Hətta mən tanıyıram insanlar öz peşələrində müəyyən bir peşədə uğurlu olmuş, artıq qərar alır peşəsini dəyişməyə. Düzdür, bu indi ən çox xaricdə müşahidə olunur. Onlar artıq hiss eləyirlər, görürlər ki, tələbat hansı istiqamətə gedir və gedirlər və peşələrini dəyişib yeni sahələrdə işləməyə çalışırlar. Bizim gənclərimiz arasında da bu baş verir. Bu mənim üçün ən maraqlı hekayələr olur. Bilirsiniz, hər zaman o tələbələri ki, görürəm ki, valideyn istəyi ilə gəlir, hansısa peşəni seçir və sonra sonunda öz xəyalın arxasıca gedir. O gənclər hər zaman mənim üçün ayrı bir yer tutur mənim qəlbimdə. Çünki fikirləşirəm ki, bunun xəyalı var, xəyalın arxasıca gedir və mütləq bu müvəffəq olacaq. Yəni ki, əlbəttə ki, istəyərdik ki, onlar elə ilk gündən öz istədiyi peşələrin arxasıca gedir. Həvəsi olduğu halda zaman itirməməklə. Amma bu hər dəfə valideynə görə baş vermir. Bəzən onlar çox gənc olurlar, başa düşmürlər, tam dərk eləmirlər. Bəzən valideynin təsiri olur. Və biz burada əlbəttə ki, danışdıq konkret, mən gördüm sizdə siyahı var, hansı peşələr daha onlara tələbat artır. Bu belədir, amma mən yəqin ki, təhsil sahəsindən olduğum üçün mən biraz çəkinərdim konkret peşələri sadalamağa. Bir də demək istəyirəm, əlbəttə ki, bu peşələrin içində doğrudan da bu günləri onlara tələbat çox yüksəkdir. Amma dünya o qədər sürətlə dəyişir ki və biz özümüz onun şahidiyik, texnologiya o qədər sürətlə dəyişir ki, bunu bəzən əvvəlcədən demək olmaz.
yəni hansı sahələrdə tələbat daha da artacaq. Ona görə də mən düşünürəm ki, gənclərimiz öz peşələrini seçəndə və yaxud da öz sahələrini seçəndə əlbəttə ki, ən birinci amil, ən birinci faktor, mən bunu dəfələrcə təkrarlamaqdan yəqin ki, çəkinmərəm, o onların marağı və sevgisidir, xəyaldır. Bu doğrudan çox vacibdir. Sən sevdiyin işdə həm uğurlu olursan, həm müvəffəq olursan və inanın ki, müvəffəq olduğunuz yerdə o məvacib də miqdardan asılı olmayana sən xoşbəxt olursan. Bu ən birincidir, başa düşmək ki, mən kiməm, nə olmaq istəyirəm, ürəyim hardadır. Amma bundan sonra əlbəttə ki, dəyişən dünyanı nəzərə almalıyıq, bir texnologiya. Gələcəyə də baxıb peşə seçimi etmək. Və gələcəyə baxıb, bugünə yox, gələcəyə baxıb. Və əgər biz bu sürətlə dəyişən deməli iş bazarını, dünyanı nəzərə alırıqsa, burada yəqin ki, daha çox kolleqam da, bugün artıq kolleqayıq, müəllim tələbə deyilik, kolleqamın da vurğuladığı kimi daha çox bacarıqlara və səriştələrə baxmaq lazımdır. Hansı proqramlar daha çox tətbiqidir, hansı proqramlar daha çox bacarıq müasir proqramlar və o proqramlara getmək lazım ki, onlar ümumi tələbələrə bacarıqlar aşılayır və əslində biz o siyahılara baxsaq görəcəyik ki, hər bir siyahıda yenə də yumuşaq bacarıqlara tələbat yenə də olacaq. Yəni bu yenə də gedir kommunikasiya problemi, görmə qabiliyyəti, müəyyənləşdirmə qabiliyyəti, problemi həll etmə qabiliyyəti, tənqidi düşüncə. Bilirsiniz, bu binövrədir, bu hər zaman lazım olacaq. Tədqiqat aparma qabiliyyəti, ona görə geniş biliklər, geniş bacarıqlar. Buna mütləq şəkildə düşünürəm diqqət etməlidir gənclərimiz və burada bir də vurğulamaq istəyərdim ki, artıq bir də ki, disiplinlər arası peşələr. Bilirsiniz, bir sahə yox, iqtisadiyyatçı, amma siyasət və iqtisadiyyat, misal üçün hüquq və informasiya texnologiyaları, bu cür yanaşmalar, bu cür peşələrin seçməkləri gənclərimizə dediyim kimi daha kompleks şəkildə işlərə yanaşmaq, daha kompleks şəkildə bacarıqlar formalaşdırmaq və problemlərin həllini tapmaq məncə köməklik edəcək. Bilirsiniz, bugün təbii ki, tədrisdir, təlimdir, bunlar çox önəmlidir. Amma ki, yəni festivalda aldığım ən mühüm mesaj budur ki, yeni bacarıqları da öyrənmək lazımdır. Yəni çox önəmlidir də. Sən əgər gələcəkdə addımlamaq istəyirsənsə, o yeni bacarıqlara yiyələnmək lazımdır. Bəli, yeni bacarıqlar da hansılardır? Yeni bacarıqlar bugünkü gündə texnologiya ilə və rəqəmsallaşma ilə bağlıdır. Dil biliyi təbii ki, bura dil biliyi artıq bilirsiniz, o artıq məncə yəni onsuz dünyaya heç çıxmaq olmur. Bəli. Mən artıq yeni bacarıqlardan danışıram. Burada rəqəmsal savadlılıq. Bu artıq yeni bacarıqdır ki, hətta biz rəqəmsal savadlıqdan danışırıq, amma artıq inkişaf etmiş ölkələr süni intellekt savadlığın proqramlarına salır və artıq məktəb proqramlarına bunu salır ki, çünki süni intellekt öz-özlüyündə də bir alətdir. Və əgər bizim gənclərimiz bu istiqamətdə savadlanmasa, onu bir alət kimi yox, onu bir əvəz edici, heç alət də demək istəyirəm, əvəz edici bir üsul kimi istifadə eləyəcək və o da düşünürəm ki, təhsil sahəsinə və gənclərimizə çox böyük bir təhlükədir. Onların məhz o tənqidi düşüncə, analiz etmə qabiliyyətini itirmə qorxusu ilə biz üzləşə bilərik. Ona görə də dediyim kimi, o artıq bilirsiniz, bu dediyim kimi kommunikativ bacarıqdır, tənqidi təhlildir, problemi həll etmədir. Bunlar artıq bütün müasir təhsil ocaqlarında, təhsil proqramlarında əks olunmalıdır. Bunun üzərinə biz yeni bacarıqlardan danışırıqsa, bu güclənməlidir rəqəmsal bacarıqlarla, dediyim kimi, rəqəmsal savadlıqla, süni intellekt savadlığı ilə, sonra dediyimiz kimi çeviklik bacarığı bugün gənclərimizdə çox vacibdir və hətta mən deyərdim, onların zehni sağlamlığı çox vacib bacarıqlardan biridir. Yəni bütün bu hamısını birləşdirsək, bax bu bacarıqlar bu günləri bütün tədris proqramlarında
ixtisaslaşmış sahələrlə bərabər bu bacarıqlar mütləq şəkildə aşılanmalıdır. Əslində indi yeni, bax bu festivaldan da bilinir də, indi yeni peşələr yəni çoxdur da, tələbat da var. Belə pis çıxmasın sözüm, qazanc da yaxşıdır da, yəni indi nə qədər biz desək ki, sevdiyimiz işlə məşğuluq falan, amma həyatın da öz axarı var da. Biz bilirik ki, yəni pul hər şey deyil, amma pul çox şeydir və təbii ki, bu danılmaz bir faktdır. Amma kadr azlığından gedir söhbət, Hasim müəllim, kadr yetişməsindən gedir söhbət. Baxın, biz verilişimizin birinci hissəsində də müəllimlərimizin təkmilləşməsi və s. orada biz danışdıq. Koreyada təhsil belədir, Sinqapurda təhsil belədir, orada müəllimlərin aldığı maaş budur. Amma bizim bugün dövlət məktəblərində olan bütün müəllimlərimiz bu təkmilləşməyə hazırdırlarmı? Onlar ümumiyyətlə bu texniki tərəfləri istifadə edə biləcəklərmi? Bax, bununla bağlı çox doğrudan da maraqlı nüanslara toxunduq. Bax, indi də istəyirəm burada da toxunum ki, kadr azlığı məsələsi də var. Yəni, bu tələb olunan peşələrə kadrlar lazımdır da. Bəli. İstəsəniz, biraz bunun müstəvisini genişləndirək, cari mənzərəni təsvir etməyə çalışaq və bir neçə istinadla. Birinci, Yuval Noah Harari'nin bir kitab təqdimatında, 21-ci əsrə 21 nəsihət kitab təqdimatında buna sual ünvanlayırlar ki, ümumiyyətlə 21-ci əsr gəncinə tövsiyəniz nədir, ən böyük tövsiyəniz, mesajınız nədir? Adamın cümləsi çox maraqlı olur, deyir, özlərini hər gün yenidən kəşf etməyi öyrənsinlər. Çünki əgər əvvəllər elm, öyrənmə, peşə, savadlılıq fundamental bünövrə üzərində qurulan bir evə bənzəyirdisə, indi bu çadıra bənzəməlidir. Hər an bir yerdən başqa bir yerə köçə biləsən. Bu, bacarıqların, biliklərin transformasiyasını çox rahat izah edir. İkinci misal çəkmək istəyirəm Sam Altman'ın, bu OpenAI platformasının həm CEO, həm qurucularındandır və dünyada süni intellektin əsas duayenlərindəndir. Və 2019-cu ildə bu süni intellekt platforması belə dedə artıq dünyaya, dövriyyəyə çıxanda buna sual verirlər ki, siz bundan necə pul qazanacaqsınız? Adamın cavabı elə olur ki, yəqin ki, özündən soruşacaq ki, səndən biz necə pul qazanaq? Bəzilərində istehza, bəzilərində qeyri-müəyyən bir təbəssüm yaradır. Amma üstündən 4 il keçmir ki, artıq həmin süni intellekt platformasına sual verə bilirlər ki, biz səndən necə gəlir əldə edək? Və İndi artıq 2025-ci ildə bu adamın daha böyük bir iddia ilə çıxış edir ki, AI agentləri artıq formalaşmağa başlayır, kifayət qədər geniş həcmli və data böyüdükcə, proses inkişaf etdikcə bu daha da təkmilləşir. Bir şəxs yaxşı bir ideyası varsa, həmin süni intellekt agentləri ilə milyardlıq şirkət qura bilər tək başına. Yəni, elə AI agentləri formalaşdırılıb ki, o sizin yerinizə bazar araşdırması eləyir, bazarda sizə potensial müştəri və ya rəqib olanların hamısını çıxarır və hətta növbəti bir AI agent isə sizin yerinizə həmin müştərilərə individual məzmunlu dəvət və ya əməkdaşlıq təklifi e-mailləri yaza bilir. Bunu etməyinizə ehtiyac yoxdur. Yəni, siz bir gündə sizin 24 saatın aktiv bir dövrü var və sizin yazı yazma sürətiniz var, bəlli. Siz maksimum gündə 30-40 e-mail yaza bilərsiniz. Həmin AI agent sizin üçün yüzlərlə e-mail yaza bilər və adresata individual. Təsəvvür edin, deyək ki, bir platforma, ChatGPT platforması, onunla müntəzəm olaraq sorğular, promptlar verirsiniz və bu sayədə o sizi tanıyır. Artıq sizin üslubunuzu bilir və LinkedIn hesabından sizin potensial müştərinizin hesabına keçir, onun son iştirak etdiyi bir tədbiri, son bir paylaşımını əsas gətirib ona ünvanlı ki, məsələn, hörmətli Hadisəl Abbasov, siz bu yaxınlarda Peşə Fest keçirmişsiniz, bu festivalda siz bu cümləni səsləndirmişsiniz, elə bizim də bu istiqamətdə bir planımız var, istəsəniz əməkdaşlıq edək. Təsəvvür edirsiniz? Bəli, bəli. Üçüncü məsələ, bu Malcolm Knowles'dan gəlir, Andragoykadan gəlir, ömür boyu öyrənmənin xüsusi özəlliyindən. Və Faxam çox doğru vurğuladı ki, artıq interdisiplinar öyrənmə mümkündür. Çünki işinizin texniki data tərəfini sizin yerinizdə süni intellekt edə bilir. Yəni, əvvəllər bir elm sahəsini, bir ixtisas sahəsini öyrənirdinizsə, onun araşdırmasını, rəqəmlərini, göstəricilərini, dünyadakı praktikasını individual və manual formada etməliydiniz.
İndi onu sizin yerinizə başqası edə bilir, süni intellekt edə bilir və siz burada çox vaxt qazanırsınız. Və nəzərə alın 90-cı illərin əvvəllərində internet geniş vüsət almağa başlayanda böyük bir təşviş formalaşırdı ki, internet neçə sahəni ixtisası sahənin insanlarını işsiz qoyacaq. Amma nə oldu? İnternet özü ilə nə qədər yeni sənətləri, SMM gətirdi, mütəxəssisi, arama mühərriki mütəxəssisi gətirdi, YouTuber gətirdi, bloger gətirdi və bunun kimi rəqəmsal marketinq mütəxəssislərini formalaşdırdı, copywriter sənətini formalaşdırdı. Bu süni intellektlə bağlı da belə olacaq. Bacarıqlara gəlincə ən önəmli bacarıq hər gün ömür boyu öyrənmədə gündəlik əsasda yanaşmadır. Sadəcə burada diqqət etməli məqam var. Biz hər gün müntəzəm olaraq kifayət qədər geniş həcmli lazımsız informasiyanın təzyiq altında qalırıq. Hətta bunu belə bir komik bir misalını çəkim ki, 100 il əvvəl deyirdim, mənim babam maksimum neçə nəfər haqqında məlumatlı olardı. Kəndinin sakinləri, ailə üzvləri və maksimum qonşu kənddən 1-2 nəfərlə bağlı. Amma indi siz oturursunuz, qeyri-ixtiyari tanımadığınız yüzlərlə insanın həyatı haqqında məlumat sahibi olursunuz. Kimsə kimləsə görüşə getdi, kimsə özünə yeni geyim aldı, maşın aldı. Mən sosial şəbəkələri nəzərdə tuturam. Bax, bu informasiyaların hədsiz çoxluğu beyin tənbəlləşməsi formalaşdırır. Başqa bir nüans daha nədir burada? Böyük bir iddia var ki, bunun təbii ki, fərqli variasiyaları da var. 2017-ci ildən sonra dünyaya gələn uşaqların bəlli bir qisminin, buna 50% deyən var, 62% deyən var, əmək qabiliyyətli yaşına çatanda görəcəyi iş, peşə, sənət hələ icad olunmayıb. Yəni olacaq, amma nədir? İndi biz onu bilmirik. Yəni 2018-ci ildə AI prompter yox idi. Baxın, təhsildən danışırıq, peşədən danışırıq. Təbii ki, burada bir nüans da var ki, baxın, yeni peşələr var, onlara tələbatlar var, amma bizdə kişi müəllimi problemi də var. Bunu da etiraf etmək lazımdır. Bizimlə bağlantıda Odlar Yurdu Universiteti və Azərbaycan Texniki Universitetinin professoru Elşad Məmmədovdur. Elşad müəllim, sabahınız xeyir olsun. Təşəkkür edirəm vaxt ayırdığınız üçün bizə. Və müəllim etdiyiniz tədris ocağında bilmək istəyirəm ki, kişi müəllimlərinin sayı azdırmı, yoxsa çoxdur? Ümumiyyətlə, bax, bu mövzu ətrafında sizin fikirlərinizi eşitmək istəyərdik. Mənə elə gəlir ki, bu çox önəmli bir məsələdir. Təhsil sferası ilə bağlı gedən proseslər kontekstində və doğrudan da düşünürəm ki, təhsil alanlar üçün istər söhbət orta məktəblərdən getsin, istər ali məktəblərdən kişi və qadın müəllimlərin ötürə biləcəyi yalnız biliklər, kompetensiyalar deyil, eyni zamanda onların dünya görüşü ilə bağlı gələcək nəsillərə ötürə biləcəyi o çatdırılmalı tezislər ki var, onların hərəkəti ilə bağlı, onların dünya görüşü ilə bağlı, onların ötürə biləcəyi biliklərin və dünyaya baxış bucağı nöqteyi nəzərdən bir proporsiya olmalıdır, yəni bir balans olmalıdır, harmoniya olmalıdır. Bu baxımdan düşünürəm ki, bəli, kişi müəllimlərin sayının azalması bu nöqteyi nəzərdən gələcək nəsillərin formalaşması istiqamətində gedən proseslərdə ciddi problemlərin yaranmasına səbəb ola bilər. Bilirsiniz, axı burada söhbət yalnız o müəllimlərin tədris etdiyi fənlərlə bağlı kompetensiyalardan getmir. Eyni zamanda bir daha qeyd etmək istəyirəm ki, onların dünya görüşü və istər-istəməz spesifik dünyada gedən proseslərə, elə gündəlik həyatda olan məsələlərə spesifik baxış bucaqları var ki, yəni onların hər biri, mən əminəm ki, gələcək nəsillər üçün çox böyük önəm kəsb edir. Ona görə də mənə elə gəlir ki, bax bu məsələ ilə bağlı olan çağırışlara çox ciddi yanaşılmalıdır və kişi və qadın müəllimlərin sayındakı o professionallıq mütləq şəkildə qorunmalıdır. O ki qaldı, bunun üçün hansı addımlar atılmalıdır, hansı tədbirlər görülməlidir, bu məsələnin sözsüz ki, ikinci tərəfidir. Bu çox önəmli bir məsələdir. Düşünürəm ki, bu barədə əgər imkan olarsa, vaxt olarsa ayrı bir formatda və yaxud elə bu verilmiş çərçivəsində söhbət apara bilərik.
Mütləq biz sizinlə görüşərik, bu mövzunu daha geniş müzakirə edərək. Təşəkkür edirəm sizə, uğurlar. Belə deyək də, baxın, peşə məktəbləri, ali məktəblər, yəni bütün bu dəyişikliklərdə Vəfa xanım, uyğun müasir proqramlar təklif edilməlidir də. Yəni biz burada valideynlərin də diqqətini çəkməliyik, o şagirdlərin də tələbə olmaq istəyən və yaxud da peşəyə yiyələnmək istəyən, bunların da diqqətini çəkməliyik. Məsəl üçün, bugün ADA Universitetindən istəyirəm biraz danışaq. Yəni, baxın, oradakı təhsil, elementar bir şey deyəcəm. Mənim, misal üçün, qızımla bir sinifdə oxuyan bir neçə şagird ADA Universitetinin tələbəsi oldu. Mənim qızım da Bakı Dövlət Universitetinin artıq 2-ci kursunda təhsil alır, filologiya üzrə. Misal üçün, elementar olaraq da onların dərs proqramlarından söhbət edəndə, axı, təbii Bakı Dövlət Universiteti də bizim ali universitetimizdir, köhnədir, oradakı olan professorlar, pedaqoqlar, yəni də bir xəzinədir də, belə deyim, təhsil ocağının xəzinəsi sayılır. Amma stil, sistem, metodika fərqlidir. Misal üçün, ADA Universitetindən danışan uşaqlara baxıram, qızımın rəfiqələrinə, görəm ki, tamam fərqli bir, sanki Azərbaycandadılar, paytaxt Bakıdadılar da, Gənclik metro stansiyası tərəfində yerləşir. Amma elə bil ki, xaricdə yaşayırlar artıq, xaricdə təhsil alırlar. Bildiniz, o hava var, o çox fərqlidir də. Və mən düşünürəm ki, bugün əlində smart telefon olan uşaqları ancaq belə təhsil metodu ilə maraqlandıra bilərsiniz də. Siz əslində gözəl sözə toxundunuz, abu-hava, mən deyərdim mühit. Bilirsiniz, təhsildə demək olmaz ki, bu vacibdir, bu vacibdir. Ən vacibi, indi bunun daha müasir terminologiyası var, ekosistem çox vacibdir. Yəni ki, bütün sistem bizim son məqsədə getməyimiz üçün ona müvafiq şəraiti yaratmalıdır. Və düşünürəm ki, ADA Universitetində məhz bu yanaşma universitetin verdiyi təhsilin uğurlu olmağına səbəb olur. Burada əlbəttə ki, deməli, təhsil sahələri, seçilən peşələr hər zaman strateji seçilən sahələrdir. Baxın, mən bunu vurğulamaq istəyirəm. Hal-hazırda mən görürəm ki, valideynlər və də gənclərimizin arasında kənd təsərrüfatı və qida texnologiyalarına o qədər də çox maraq yoxdur. Halbuki, əgər biz peşə seçimindən danışırıqsa, peşə gələcəyə düşünərək peşə seçimindən danışırıqsa, hal-hazırda əksər gənclərimizin marağı o sahə olmalıdır. Çünki ora olan kadr çatışmamazlığı var və tələbat təkcə Azərbaycanda yox, dünyada siz baxsaz, yəni ki, bu sahə prioritet sahələrdən biridir və ADA Universiteti, yəni ki, hər zaman strateji olaraq deməli bu sahələrə gedir. Mənim indiyə kimi yadımdadır. Hətta biz informasiya texnologiya, kompüter elmləri və informasiya texnologiyaları sahəsinə gedəndə onda da maraq çox az idi. Yəni ki, mən sevmirəm zəif və yaxud da güclü tələbə demək, amma sistem onları ayırır da, müəyyən edir və bu sahəyə ancaq deməli Dövlət İmtahan Mərkəzinin aşağı bal yığan gənclərimiz gəlirdi. Bugün biz baxsaq statistika, biz görürük ki, ən yüksək deməli bal istedadlı gənclərimiz bu sahələri seçir. Eyni şəkildə də biz hamımız inanırıq ki, bir neçə il sonra yəqin ki, ən bizim istedadlı gənclərimiz məhz bu sahəyə gedəcək. Yəni, burada dediyim kimi seçilmiş sahələr, burada tədris proqramları, burada sinifdən kənar olan o mühit, tələbələrlə olan işlər, tələbə ilə müəllimin işi, beynəlxalq münasibətlər, mübadilə proqramları, yəni ki, mühit deyəndə, ekosistem deyəndə biz onu nəzərə alırıq ki, bir fərdin, bir gəncin öz potensialını tam şəkildə ortaya qoymaq üçün hansı şərait lazımdır, hansı dəstək lazımdır, hansı amil lazımdır? Bu, əlbəttə ki, tək siniflə məhdudlaşmır. Baxın, elə dünən bizdə deməli, tələbə Student Success Service, tələbənin uğuru
mərkəzi, yəni biz bunu bu cür adlandırırıq. Onun deməli açılışı oldu. Bu mərkəz bizdə çoxdan fəaliyyət göstərir, amma onun artıq rebrandinqi baş verdi. Qabaq biz bu mərkəzi adlandırırdıq tələbəyə dəstək, indi isə tələbənin uğuru mərkəzi. Yəni hər şey düşünürəm ki, təhsil ocaqlarında bir dediyim kimi gəncin onun tam şəkildə öz potensialını ortaya qoymağı və uğuru bizim hamımızı düşündürən sual bu olmalıdır. Bəli. Yəni ki, bunun uğurlu olmağı üçün, müvəffəq olmağı üçün biz nə yaratmalıyıq və əlbəttə ki, burada biz təkcə tədris proqramını düşünə bilmərik. Bütün o dediyim kimi o ekosistem çox vacibdir və vacibdir ki, bunlar pərakəndə şəkildə yox, amma dediyim kimi bir missiyaya, bir məqsədə xidmət eləsin. Biraz əvvəl Hasil müəllim çox maraqlı bir məqama toxundu. Deməli, mən hələ pandemiyadan da əvvəl, yəni Azərbaycandan kənarda yaşayırdım və orada artıq fərqli idi. Çünki Birləşmiş Ərəb Əmirliklərində yaşayırdım və bilirsiniz ki, orada da demək olar ki, bütün Amerikanlar, İngilislər, yəni bütün sistemi, təhsili hamısını onlar qruplarda və mən görürdüm ki, tamam, Azərbaycana gəlirdim, görürdüm bu mövzuda hələ ki sakitlikdir, müxtəlif bir qığılcımlar var, amma orada artıq bu barədə gələcəyin proqnozları verilirdi və s. Orada müxtəlif kurslara gedirdim. Sonra Azərbaycana gəldim, QA testing kursuna yazıldım. Misal üçün, kursu bitirdim junior QA testing üzrə. Bir də baxdım, davamını gətirə bilmirəm. Niyə görə? Kadr yoxdur. Daha doğrusu kadr var, amma ölkənin böyük şirkətlərində çalışırlar. Bir az kadr var və o kadr çatdırmır ki, gəlsin, onlara kursun ödədiyi məbləğdə gəlib dərslər versinlər. Və ya dərslər çox geç saatlara ola bilərdi. 9-10, ona da hələ qrup yığıla bilmirdi ki, kursda da iştirak edənlər hamısı 9-da, 10-da axşam dərsə gələ bilmir axı. Sözümü nəyə gətirirəm? Bu, misal üçün, QA testingə mən gedəndə orada uğur nə idi? Misal üçün, sənin həvəsin var, yazıldın bu kursa. Sən bu kursu qısa müddətdə, biraz əvvəl siz dediniz, minimum 4 həftə, nə bilim, maksimum 12 həftə və yaxud da 2 ay yarımlıq, 3 aylıq bir kurs olsun. Sən onu bitirirsən, bir sertifikat alırsan və sən artıq gələcəyə çıxdın. Həm öz sevdiyin peşə ilə məşğulsan, həm də maddi olaraq qazanırsan. Bir də var uzun müddətli təhsillər. Misal üçün, biz ADA Universitetində təhsil alırıq və bilirik ki, gələcəyə addımlayırıq da, düzdür. Amma doğrudan da bizim bəzi universitetlər var ki, oranı bakalavrını da bitirirsən, magistr diplomunu da alırsan, amma heç gələcəyə addımlaya bilmirsən. Yəni, gəlin açıq danışaq da, valla bu reallıqdır da. İndi mənim sahəm, misal üçün, mən İncəsənət Universitetini bitirmişəm, həm bakalavr, həm magistrda təhsildən danışırıq, statlar gətirirəm. Misal üçün, mən teleaparıcıyam. Təbii ki, mən bugün Rus dilimi mükəmməl, İngilis dilimi mükəmməl, hələ üstünə bir orta Çin. Təbii ki, mən də artıq bir teleaparıcı kimi nə olsun ki, Azərbaycanda fəaliyyət göstərirəm. Artıq bir çox yerlərə çıxış əldə edə biləcəm. Yəni, deməyim odur ki, bu təkmilləşmə fərqi yoxdur. Sən uzun müddətli təhsil alırsan, yoxsa qısa bir peşəyə sahib olursan. Amma o təkmilləşmə çox önəmlidir, çox vacibdir. O yerində addımlamaq dövrü deyil də 2025-ci il və bundan sonraki illər. Ay, bir diplomum var, bundan həm ərə getməliyəm, həm uşaq dünyaya gətirməliyəm, həm işləməliyəm, həm pul qazan. Bu deyil artıq. Bilirsiniz, biz digər universitetlərdən aşıq. Əslində, dəyişikliklər bir çox universitetlərdə baş verir. Yəni, biz təhsilin içində olduğumuz kimi mən onu müşahidə edirəm və artıq görürəm ki, təhsil sistemində sözün gözəl mənasında müəyyən bir rəqabət yaranıb. Burada yəqin ki, ADA-nın da faktoru olub, bütün o yenilikçi yanaşmaları ilə o digər universitetlərə də yayılır. Sonra ADA ilə yanaşı bir neçə yeni universitetlər yaranıb da, yəqin ki, hamımız bundan məlumatlı. Bu yaxınlarda da İtalyan Azərbaycan Universiteti açıldı. O ADA Universitetinin nəzdindədir. Baxın, nə qədər gözəldir. Misal üçün, mənim qızım magistraturasını klinik psixologiya üzrə düşünürdü ki, İtaliyada etsin də. Mən indi deyirəm ki, sən araşdırarsan, əgər doğrudan da o fakültə bizdə olarsa, yəni sən bir də niyə İtaliyaya gedirsən ki, elə burada təhsil ala bilərsən də. Çox gözəl addımlardır bunlar. İtaliya Azərbaycan Universitetinə mən aydınlıq gətirmək istəyirəm. Bu, deməli, təşəbbüsün adı
İtaliya-Azərbaycan Universiteti, amma bu təşəbbüsün içində AD Universitetinin nəzdində 1-2 fakültə yaranıb. İtaliya-Azərbaycan, İtaliya 5 çox nüfuzlu İtaliya Universiteti ilə əməkdaşlıqda və bu proqramların bəziləri hətta ikili diplom proqramlarıdır. Bu hansı sahələrdir? Bax, dediyim kimi, bu sahələrdən biri kənd təsərrüfatı elmləri və qida texnologiyaları. Mən düşünürəm ki, bu deməli AD Universitetinin rəhbərliyi tərəfindən, rektor tərəfindən çox gələcəyə doğru bir baxışdır. Əlbəttə ki, əlbəttə. Ki bu tələbatı hiss eləyib və bəzən olur ki, biz bir narahatçılıq keçirdirik onun kollektivi olaraq, amma o demək qərarda israrlıdır və deyir ki, biz bu sahələrə getməliyik və doğrudan da sonra biz onun müsbət nəticələrini görürük. Digər fakültəmiz isə arxitektura və dizayn fakültəsidir. Eyni zamanda da bu İtaliya-Azərbaycan təşəbbüsü çərçivəsində bizdə məsələ bu digər fakültələrdə də ikili diplom proqramları açılıb. Dediyim kimi 5 İtalyan Universiteti ilə əməkdaşlıqda, misal üçün bizim biznes fakültəsində hal-hazırda ikili diplom magistr proqramları mövcuddur. Biri qida texnologiyaları, həm də dediyim kimi disiplin arası qida texnologiyaları və idarə etmə. Bu Bologna Universiteti ilə bərabər ikili diplom, iki universitetin diplomu verilir bizim məzunlarımıza. Eyni zamanda da Louis Universiteti kimi nüfuzlu bir universitetdir. Burada da yenə disiplinlər arası bir proqram, qlobal siyasət və o da idarə etmə. Digər fakültələrimizdə də bax bu şəkildə İtalyan universitetləri ilə biz ikili diplom proqramları təqdim edirik. Digər universitetlərə gələndə bilirsiniz, orada da artıq yeniləmə prosesləri başlayıb eləyib. Sadəcə olaraq təhsil sistemi biraz elədir ki, burada nəticələr biraz gec görünür. Bəli. Bir də düşünürəm ki... Amma zaman da elə sürətlə gedir. Zaman da sürətlə gedir. Bax, onu düz... Bir də mən düşünürəm ki, universitetlər... Təhsildə gecikmək cəmiyyət üçün təhlükəlidir. Çox təhlükəlidir. Çünki olmaz. Valla olmaz da. Və mən ona toxunacaqdım. Bilirsiniz, indi elə zamanədir ki, biz gənclərimizi, siz çox düz onu dediniz, təkcə universitetlərə arxalanmaq lazım deyil. Yox, qətiyyən. İndi o qədər şərait var. Misal üçün, mən öz oxuduğum illərə gedirəm. Heç bir şərait yox idi. İndi özünü inkişaf etdirmək üçün də belə yeni bacarıqlara, sərişlərə yiyələmək. Yəni siz 4 il təhsil alıb bitirənə qədər bəlkə də ən azından 2 də əlavə peşənin sahibi ola bilərsiniz. Bunun üçün ümumiyyətlə 2 önəmli faktora diqqətdən kənarda qoymaq olmaz. Biri valideyndir. Valideyn insanın ilk və ən təsirli mentorudur. Düzdür. Əgər valideyn əmək bazarında gedən dəyişiklikləri tanımazsa, o istənilən valideyn övladını subliminal qəhrəman olaraq görmək istəyir. Ona görə bizdə həkimlik, müəllimlik, ədalət mühakiməsinə həyata keçirən strukturlarda övladının çalışması bu valideyni buna təşviq edir. Amma valideynlərə biz o övladlarını doğru yönləndirə bilməsi üçün müəllim qədər valideyn orta təhsildə çox önəmli faktordur. Ona görə biz valideyn inkişaf platforması adlı proqram həyata keçirdirik. Bacardığımız qədər də bunu regionlardakı valideynlərimizə daha çox çatmağa çalışırıq. Regionlarda da vəziyyət bəzən ürək açan deyil, ona görə doğrudan da ora çox fokuslanmaq lazımdır. Orada inanın ki, bəlkə də necə gözəl idmançılar çıxa bilər, necə gözəl həkimlər, peşələrə yiyələnən, yəni də o qədər, yəni bölgələri doğrudan da kənarda qoymaq olmaz. Mənə elə gəlir ki, biz doğrudan da bölgələrə daha çox fokuslanmalıyıq. Bəli, ikinci məsələ işə götürən prizmasıdır. Təsisçilər, işə götürənlər bu əmək bazarının transformativ gedişinə və reallığına adaptasiya olması üçün onlar insan kapitalına xüsusi bir yeni baxış sərgiləməlidir. Çox düzgün. Təlim və inkişaf istiqamətində. Bax, sırf bu məsələləri ələ alaraq biz gələcəyin peşələri sammitini planlayırıq artıq Naxçıvanda və Bakıda keçiriləcək bu gələcəyin peşələri, bacarıqları və adaptasiya. İşə götürənləri, sahibkarları və potensial əmək bazarı oyunçularını bu istiqamətə hazırlamaq üçün biz bu geniş həcmli layihə icra etməkdəyik. Üçüncü məsələ isə tələbədir. Siz bu Donald Superin bir nəzəriyyəsi var. Hər insanın həyatının bir dönəmində bir rolu var.
Əgər o rolu vaxtında doğru icra etməzsən, növbəti etapa o yük kimi səninlə keçəcək. Məsələn, universitet vaxtı bir xarici dili öyrənmədinsən, indi artıq o sənin üçün yükdür. Çünki məsuliyyətlərin çoxdur. Əlbəttə ki. Bu səbəbdən tələbələri fərqindəliyə, o məlumatlılığa gətirmək üçün bir indeks formalaşdırmışıq, kadr indeksi ki, universitet tələbələrinin əmək bazarına hazırlığının diaqnostikasını aparırıq. Kadr indeksi adında artıq 2 ali təhsil müəssisəsi ilə biz prosesi başlatmışıq. Təsəvvür edin, 7 istiqamətdə tələbənin əmək bazarına hazırlığını yoxlayırıq. Onun sadəcə bir akademik göstəricidir. Orada rəqəmsal savadlılıq var, beynəlxalq kurslar və sertifikatlar var, təcrübə var, hətta sosial şəbəkələşmə var ki, LinkedIn hesabı varmı? Mən hətta bilirsiniz, mən düşünürəm ki, bizim elə bəlkə də yanlışımız bundadır. Tələbəni biz artıq keçirtməliyik birinci yerə. Onu məktəbdən o cür yetişdirməliyik ki, artıq o valideyn öz sözünü deməlidir, valideyn öz məsləhətini eləyə bilər, eləməlidir də hər zaman. Amma tələbə valideyn dəstəkçi tərəf olmalıdır. Dəstəkçidir. Mən onun da əleyhinəyəm ki, bilirsiniz, valideyn heç yəni ki, müdaxilə etməsin. Biz indi öz ənənələrimizi də unutmamalıyıq. Amma dəstəkçi tərəf olmalıyıq biz. Amma bu tələbəni, gənci, uşağı elə yetişdirməliyik ki, o artıq uşaqlıqdan ona doğru getməlidir ki, hə, mən nə istəyirəm, mən nəyi bacararam, mənim həvəsim nəyədir. Bəlkə də onda da valideynlərin təsiri bir balaca başlayacaq azalmağa. Mən indi elə gəncləri görürəm ki, onlar o qədər öz istədiklərini bilirlər. Onlar CV-lərini təqdim edirlər. Baxırsan, CV o qədər zəngindir. Artıq 40 yaşına çatmış, 50 yaşına çatmış, hardasa çalışan adamın CV-si o qədər zəngin deyil. Onun CV-si ancaq 2-3 bənddən ibarətdir. Amma bir də baxırsan ki, maşallah, oranı öyrənib bu dilin bu səviyyəsindədir, ikinci dilin bu səviyyəsindədir, hansısa sertifikatlar əldə edib, könüllü olaraq hansısa layihələrdə iştirak edib. Yəni CV-nin zənginliyini bugün artıq doğrudan da o uşaq artıq şagird, tələbə müəyyən edir. Məsəl üçün bizim bir arada bilirəm şikayətlərimiz var idi. Elə düzdür, artıq 13 il keçib o söhbətin üzərindən. Mənim qardaşım İqtisad Universitetində Beynəlxalq İqtisadiyyat fakültəsini bitirdi. Düzdür, indi artıq Azərbaycanda yaşamır o. Sonra universiteti bitirdi, bir-iki iş yerinə müraciət etdi. Dedilər ki, yox, sən hələ yeni bitirmisən, sənin iş təcrübən yoxdur. O da deyir ki, mənim 20-21 yaşım var. Yəni, mənə bir işə götürməlisiniz ki, mənim iş təcrübəm olsun. Amma indi maşallah nəyi demək istəyirəm ki, bax, bu cür şikayəti olanlar nə edə bilərlər? O 4 il universiteti başa vurana kimi, o diploma yiyələnə kimi artıq bir neçə peşəyə sahib ola bilərlər ki, artıq siz heç nə eləməyiniz, siz CV-ləri verin, görün o iş yerləri özləri sizə necə müraciət edəcəklər. Elə onun bizim bu proqramların məqsədi də, məhz siz dediyiniz tələbələr biraz marginaldılar. Onlar azdılar ki, özü artıq yolunu seçib və yaxud da ki, çox innovativ bir, novator bir ailənin övladıdır, mühiti çox fərqlidir. Biz sadəcə istəyirik ki, bütün tələbələr bunun fərqində olsun ki, mənim 2-ci kursdan, bax bu diaqnostik nəticəm odur ki, mən əmək bazarına 20% hazıram. Rəqabət qabiliyyətdə çox geri qalıram. Və onun növbəti 2 ili var ki, özünü təkmilləşdirsin. Və inanıram ki, Azərbaycan gəncinin, əminəm Vəfa xanımla mənlə razılaşar bu sayədə ki, çox adaptiv beyinə sahibdir. Çox hər şeyi öyrənməyə açıq özəlliyə sahibdir və gələcəyin peşələri də, gələcəyin əmək bazarı da bizim gənclərimiz üçün artıq çağırışa yox, fürsətə çevriləcək ki, onlar özlərini cəmiyyətdə və həyatda doğru tapa bilsinlər. İnşallah biz nə istəyirik, düz demirəm, biz də parlaq gələcəyi, sağlam gələcəyi, hələ bizim qalibiyyətimizdən sonra doğrudan da çox sağlam psixologiya, savad, intellekt, yəni birlik, bax bunların hamısının kökü buradan gəlir. Təşəkkür edirəm gəldiyiniz üçün, çox şad oldum, çox sağ olun. Sabahınız bir daha xeyirli olsun. Qoy bütün valideynlər, müəllimlərlə dostluq etməyi bacarsın. Çünki ancaq onda o uşaq parlaya biləcək, ancaq onda o uşaq harasa çıxa biləcək. Amma yox, siz müəllimə nəsə sübut etmək istəsəz, müəllim valideynə nəsə sübut etmək, bunların hamısı necə deyərlər, uşağın başında partlayacaq. Bu da o uşağa lazım deyil. Uşaqlar bizim gələcəyimizdir. Sabahınız xeyir olsun, gözəl həftə sonu arzu edirəm hamınıza.